Dadaş bəy, bugün qazandığınız bütün uğurlara baxanda, idmana başladığınız o gün yadınıza düşəndə öz-özünüzə nə deyirsiniz? Yəni əslində mən idmana, bu qədər professional bir idmançı olacağam, məsələn belə deyək, tanınmış bir idmançı olacağım düşüncə yox idi. Əslində mən çox uşaq yaşlarımda idmana başlamışam. 1-ci sinifdən 6 yaşımdan başlamışam. Yəni o yaşlarda idmançı olmaq, idmançı olma düşüncəsi deyə elə bir şey yoxdur da. Əslində uşaq oyunlarına, məsələn küçədə keçirdiyimiz futbol oyunları və yaxud da nəsə belə oyunlara və s. nəsə nədir ay dadaş, biabır oldu. Didəm xanım, belə desəm, mən tam uşaq yaşlarında idmana başlamışam. 6 yaşımda 1-ci sinifə gedəndə o yaşlarda da idmançı olmaq və yaxud da mən gələcəkdə professional idmançı olacağam deyə bir şey yoxdur da. Əslində biz məsələn küçədə keçirdiyimiz futbol oyunları, futbol yarışları və s. Yəni uşaq yaşlarında insan belə ola bilərdi. Bizim zamanda da bildiyiniz kimi texnologiya yox, bir şey yox. Yəni gecələrdə kinoya baxıb biraz yatardıq, belə desək. Zaman keçsə, mənim yaşadığım rayonda da idman o qədər populyar deyil idi də. Yəni biz idmanı bir müəyyən yaşdan sonra jurnallarda, qəzetlərdə, belə və s. tele xəbərlərdə rastımıza çıxardıq. Çünki bugünkü kimi çox əldə etdiyimiz bir məlumat yox idi. Zaman keçdikcə də belə desək, respublika yarışlarına, rayon yarışlarında belə iştirak eləməyə başlayıb idmanla dost oldum. Və gənc yaşımda, 16 yaşımda milli yığma komandaya daxil olmuşam. O gündən bu gün, bu yolda addımlayıram. Bir xeyli, ağır qaldırma idmanında desəm möhtəşəm uğurlar qazanmışam. Əlbəttə ki, indi keçmişə baxanda, insan nə qədər belə desək ki, mən düşünsəydim ki, bu həyat mənim üçün belə olacaq, heç bir zaman normal görünməz. Çünki uşaqlıq xəyallarımızda, yalnız deyirdik, biz dünya çempionu olacaq, Avropa çempionu və s. Şükür Allaha, onlardan da qat-qat daha böyük uğurlarımız olub. İnşallah hələ də əlimizdən gələn eləyirik ki, daha da gözəl uğurlarımız olsun. Ailə üzvlərinizdən ən böyük dəstəkçiniz kim idi? Anam mən üçün deyirdi ki, dadaş get bu idmana, hər şey yaxşı olacaq. Əslində atam tərəfdarı deyil idi də. Deyirdi ki, o uşaqdır. Biraz indi uşaqlıqda biraz daha zəif, daha cılız bir insan idim, belə deyək də. Papam deyirdi ki, o üçün bu idman çox ağırdır, ağır olar. Ehtiyac yoxdur, böyüyəndə gedər, amma əslində hər şeyin bir növrəsi uşaqlıqdan gəlir. Bu günə baxanda əksinə fırlanıb, atam belə deyək, daha çox dəstək eləyir. Keçmişdə isə ilk başlayanda anam çox dəstək olur. Hazırlıq zamanı hansı məşqlər daha çox edirsiniz ki, gücünüz daha da artsın? Didəm xanım, bizim idmanımız digər idmanlardan çox fərqlidir. Bunu bütün professional idmançılarımız, professional idman aləmi bilir ki, bizim məşqlərimiz də daha çox çətin, daha çox ağır olur. Bizdə o siz deyən sual, ki, bizim yarışın ən qısa, ən pik vaxtlarında bunu eləməyə çalışırıq ki, bizdə məşqlər normalda həftə içi 3 dəfə, həftədə tək məşqlərimiz 1 dəfə olur. 2 dəfə məşq elədiyimiz günlər olur və 1 dəfə məşq elədiyimiz günlər olur. Yarış qabağı biz belə desək, məşqlərimizin sayını artırırıq və daha çox naqruskalı məşqlər eləməyə başlayırıq ki, bizim güc potensialımız daha da bir qədər artsın. Bu da bizim üçün çox çətin olsa da, amma bunu etməyə məcburuq ki, yarışlardakı iştirakımız, nəticələrimiz bir xeyli qədər artı olsun. Mən məşq prosesimizdən, o gücü artırma prosesindən danışsam, bu çox zaman alan bir şeydir. Çünki hər idmanın öz metodikası olduğu kimi, ağırlıq qaldırma idman növünün də çox metodikaları var. Bunun üzərində biz idmançı kimi çalışırıq. Bunu bizə göstərən, izah edən məşqçilərimiz var, yığma komandanın məşqçiləri. Düzdür, biraz daha bizdə çox, daha ağır olsa da, amma gücümüzü artırmağa çalışırıq və bunu da bacarırıq. Məşqlər zamanı motivasiyanızı necə qoruyursunuz? Didəm xanım, biz məşqlər zamanı motivasiyamızı tək məşqlər üçün yox, qarşımızda qoyduğumuz məqsədlər üçün, yarışlar üçün, qazanmaq istədiyimiz zəfərlər üçün qoyuruq. Çünki biz ard-arda yarışlara çıxırıq və hamısında zəfər qazanmaq istəyirik. Ona görə də məşqlərdə motivasiyamızı o qədər gözəl, yaxşı, iradəli saxlayırıq ki, bu da bizim irəlidəki yolumuzda, yarışlardakı çıxışımızda bizə tam şəkildə güc versin. Ağırlıq qaldıran biri üçün qida nə qədər vacibdir? Qida %99% bizim üçün vacibdir. Biz idman zamanı, məşq zamanı dəhşətli dərəcədə kalori, enerji itiririk. Bunun da bərpası üçün düzdür, bizim müəyyən qədər idman vitaminizasiyalarımız da var. Bunlar da qidanı heç bir zaman əvəz eləyə bilməz. Bəzən görürsən idmançılarda daha ağır çəkili idmançılar var, bəzən görürsən ki, yüngül çəkili idmançılarımız var və bəzən görürsən ki, həddən artıq illərlə çəkisini saxlayan idmançılar var.
ümumiyyətlə desə idmançılar belə desə yağlı yeməklərdən, şirniyyatlardan uzaqdır. Yəni tam bir şəkildə deyə bilərəm ki, bizdə ən çox meyvə, tərəvəz, sağlam qidalanma üstünlük veririk ki, yəni ki, bizdə əzələ desək ki, yəni onun bərpası üçün bunlar çox vacib amildir. Şirniyyatdır, yağlı yeməklərdir. Bizdə elə bil əzələ bərpasına dəhşətli dərəcədə ziyan eləyir. Yəni əzələ bərpası getmir və kökəlmə, piylənmə belə desək daha çox baş verir. İdmançılar da hər bir idmançıların üst kateqoriyası olduğuna görə də, yəni idmançılar yeməkdə həm diqqətli, həm daha biraz iştahlı olduğuna görə biraz bizdə daha çox çətin olur. Elə bütün idmançılarımızda belədir. Qəşəng oldu məncə sual. Mən xoşuma gəldi. Bu sualıma cavabım xoşuma gəldi. Yarış öncəsi həyəcanınızı necə idarə edirsiniz? Yarış öncəki həyəcanımız bütün idmançılarda olduğu kimi məndə də var. Yəni bu həyəcan əslində biz professional idmançılara lazımdır ki, yəni adrenalin səviyyəsi artmağı bizim üçün daha yaxşıdır ki, yəni fəal, daha aktiv yarışlarda iştirakımız eləyək. Yəni bunu belə desək, yəni daha gənc nəsillə biz məsələn orta nəslin idmançıları daha biraz bunu daha yaxşı bu desək həyəcanın üstəsindən gələ bilirik. Bəzən görürsən ki, yarışlar olur ki, mən də heç belə desə idman karyeramda başıma gəlməmişdi. Son yarışımda, yəni İslam oyunlarında məndə daha çox biraz həyəcan var idi yarışda. Yəni bunun da səbəbi yarış deyil idi. Biraz yarışdan öncəki aldığım travmalar elə bil tam bərpa olub sağalmamışdı. Yəni ona görə daha çox həyəcanlı idim ki, yəni mən bu işin öhdəsindən gəlməliyəm və s. və s. Belə elə yarışdakı iştirakım da yaxşı uğurlu başladığına görə bu həyəcanın öhdəsindən gəldim. Amma bəzən görürsən cavan idmançılar bunun öhdəsindən gələ bilmir, amma bu da nəsə pis bir amil deyil. Bəzən görürsən zamanla, illərlə daha da bunun öhdəsindən gəlmək olur. Birbaşa heç bir idmançı deyə bilməz ki, yəni mən bunun öhdəsindən gəldim. Yəni idmanda bir zaman, vaxt tələb edən bir işdir ki, yəni bu həyəcanı, bu sakitçiliyi əldə eləsin. Daha uğurlu nəticə üçün həyəcan lazımdır deyirsiniz. Bəli, əlbəttə o biraz lazımdır ki, yəni orada həyəcan olduğu müddət insanda daha çox adrenalin yaranır və daha çox özünüzü gümrah, güclü hiss edirsiniz. Bəzən də bu çox bir pis hadisəyə baş verir. İdmançı öz həyəcanın üstəsindən gələ bilmir, yəni böyük bir uğursuzluq alır. Yəni buna da dəfələrlə, bəlkə desəm milyonlarla şahid olmuşuq. Yəni ona da biraz dediyim kimi zaman alır və bəzən görürsən ki, elə idmançılar olur ki, bu həyəcanın üstəsindən gəlmir və idman karyerasında bu həyəcan uğrunda məhv olub gedir. Yəni belə idmançılarda çox görmüşük. Məğlubiyyətlə qarşılaşıldı. Özünüzü necə toparlayırsınız? Məğlubiyyət var ki, Didəm xanım, yəni idmanda məğlubiyyətin bir çox yolları var. Yəni bəlkə bəzən hansısa bir yarışda uğur qazanmamaq məğlubiyyət deyil, belə desək. Yəni mən idmanın məğlubiyyətin, acısın idmandan kənarda qalanda yaşamışam. Yəni o çox uzun bir mövzudur. Ora heç keçid eləmək istəmirəm. 2022-ci ildə Avropa çempionatında məğlub olmuram. Sadəcə mən çempionluğun bir addımlığındayam. Yəni bir 178 kiloqram səhnədə bir ağırlıq var və Dadaş da bunu çox rahatlıqla qaldıra biləsi bir idmançıdır. Və Dadaşbəyli Dadaş yaxınlaşır 178 kiloqrama. Yəni dirsəyin qırır. Yəni bəlkə indi efirdə bunu deməyim biraz uyğun deyil, amma indi yəni məğlubiyyət söhbəti olduğu üçün dedim. Yəni mən orada müəllim mənə çox təsəlli verdi ki, sən uduzmamısan, sən məğlub olmamısan, sən travma almısan yarışda, dedim xeyr. Mən məğlub olmuşam. Məğlub olmaq da bəzən görürsən ki, idmançını biraz alt-üst eləyir. Buna görə də etibarlı məşqçilər, yəni ən vacib məşqçidən deyə bilərəm ki, məşqçinin səy göstərdiyi, diqqət göstərdiyi qayğıdır ki, ilk öncə sən bu məğlubiyyətin altından qalxa biləsən və yaxud da olsun ki, bir yarışa möhtəşəm dərəcədə çalışırsan, əzmlə vuruşursan ki, yəni mən bu yarışda uğur qazanacam. Gedirsən yarışa, yəni olur ki, uğursuzluq qazanırsan, yəni burada məşqçi amili çox vacibdir ki, yəni ki, sənə dəstək, yəni səni özünə, yəni necə ki bir idmançını formaya salmağa da kömək edən məşqçidirsə, idmançı da məğlubiyyət qazananda, uğursuzluq qazananda, yəni yenə ona məşqçi kömək eləyib motivasiya verməlidir. Belə desəm, yəni biz də belə, yəni öz məşqçimizə qulaq asaraq, yenə öz işimizin, sahəmizin dalıcan gedərək, yenə siz dediyiniz kimi o medalı boynumuza taxanda ki, şərəf, fəxr duyuruq. Yəni ona görə yenə həmin məğlubiyyəti udub yenidən çalışmalıyıq ki, yəni hər şey yaxşı olacaq. Dünya və Avropa çempionatlarında qalib gələndə, o uğuru görəndə belə deyim, ilk kiminizi xatırlayırsınız? Mən idmandan diskvalifikasiya alıb gələndə artıq mən gənc yaşımda özümü idmançı kimi sübut etmişdim də. Elə bir professional bir idmançı üçün döyürdür səhnədən kənar qalmaq.
Yəni bu çox çətin və hansısa bir bunu onsuz da zaten idman cəmiyyəti bilir ki, yəni diskvalifikasiya müddətindən sonra çox nadir hallarda, bəlkə sayla, barmaq sayı qədər idmançılar var ki, 4 ildən sonra yenidən idmana başlayıb, yenidən idmanda öz sözünü deməyə çalışır. Yəni qismətdə yazılan o oldu ki, yəni mən də o idmançılar sırasına girə bildim. Mən 4 il idmandan diskvalifikasiya almışam. Yəni müəyyən keçmiş baş məşqçinin səhvindən tək mən yox, bütün bizim milli komanda o diskvalifikasiyanı almışdı. Və mən geri dönməyi bacardım da. Amma geri dönməmişdən öncə çox deyirdilər ki, yəni Dadaşbəyli Dadaş artıq bu idmanda heç nə eləyə bilməz, heç dünya Avropa çempionatına gedə bilməz. Yəni heç gedib nəsə eləmək yox, heç gedə bilməz. Zaman gəldi ki, diskvalifikasiyamın bitdiyi gündən 30 gün, 1 ay sonra yarışa gedib mən ilk uğurumu qazanmışam və orada da belə bir şəklim də var ki, yəni mən o medala baxıram ki, yəni mən bunun üçün bu 4 ildə, yəni məhbus idmanın məhbus həyatını yaşayıb o uğurları gözləmişəm. Yəni əlbəttə ki, həqiqətən mənim idman karyeram çox çətin olsa da, yəni düşünə bilməyəcəyim qədər mən uğurlar əldə elədim. Bu yenə desəm idmanın yaşlı yaşında, amma Allaha min şükürlər olsun ki, o uğurları mənə nəsib elədi. İslam oyunlarında bayraqdarlıq sizə tapşırıldığında nə hisslər keçirdiniz? Hansı hissləriniz daha çox təşkil edirdi? Qürur, məsuliyyət yoxsa həyəcan? Professional idmanda belə bir şey var ki, idmançı istəyir Avropa çempionu olum, dünya çempionu olum və Olimpiya oyunlarının mükafatçısı, qalibi olum. Və hər zaman hər bir idmançının istəyində bir şey var ki, hansısa bir möhtəbər yarışda bayraqdar olum. Yəni əslində mən bunu gözləmirdim. Yəni həqiqətən onu, yəni bir çox idmançılarımız bizə həmişə deyir, çox şərəfli, qürurlu bir işdir də. Yəni Allah hər bir idmançımıza onu nəsib eləsin. Yəni mən də həmişə fikirləşirdim ki, görəsən inşallah nə vaxt olacaq, nə vaxt olacaq. Yəni hər zaman o ürəyimin bir necə deyirlər köşəsində bir yer var idi. Biz artıq İslam oyunlarında yarışda olarkən, yəni cənab nazir Fərid Qayıbov, Gənclər və İdman nazirimiz mənə dedi ki, bəs Dadaşbəyli, bayraqdarımız sənsən. Yəni o sözü eşidəndə, yəni Allah bilir ki, yəni necə mən duyğulandım. Yəni həqiqətən də, yəni gözləmədiyim bir anda gözləmədiyim bir söz oldu. Yəni bəlkə mən o yarışda heç uğur qazanmasaydım belə, yəni mən o uğuru bayraqdar olaraq kimi qazanmışdım. Yəni ki, çünki o mənim öz idman həyatımda həmişə arzu elədiyim bir hiss idi. Yəni o bayrağın, yəni hər zaman yarışlarda çiynimizdə saxlamışdıq. Yəni həmişə o bayrağın ağırlığını hiss eləmişdik. Yəni belə də ki, o şərəfi, bayrağın qürurun başqa cür o yarışda mən hiss elədim. Yəni o yarışda bir-iki dənə şəklim var. Yəni özüm çox da belə dola, yəni o bayrağı tutmuşdum. Yəni o çox şərəfli bir hiss idi. Allah onu mənə yaşatdı. Yəni Allaha min şükürlər olsun ki, inşallah indi Olimpiya oyunlarında o bayrağı da daşımağı mənə nəsib eləyər. 2023-cü ildə dünya çempionatında medal qazanaraq 18 illik fasiləyə son qoydunuz. O an Azərbaycan bayrağını görəndə nə düşündünüz? Bizim ağır qaldırmanın əfsanəsi Nizam Paşayev olub, 2 qat dünya çempionu olub. O idman karyerasını bitirdikdən sonra, yəni bu dünya çempionatında bizdə medal həqiqətən çox çətin oldu da, yəni görünmürdü, nadir bir hala çevrilmişdi. Mən dünya çempionatında bürünc medal əldə eləyib, o dediyiniz kimi o bayrağa baxanda keçirdiyim hisslərin, yəni mən heç cür burada, heç bir mənada mən onu izah eləyə bilmərəm. Həm yarışda qazandığım uğur, həm bu Azərbaycan üçün böyük uğur idi. Həm o üç rəngli bayrağın şərəfi, ləyaqəti mən götürdüm bu yükü üstümə orada. Yəni o sevincin heç bir hissin, yəni mən nə qədər danışsam əvəz eləyə bilmərəm burada, nə də izah eləyə bilmərəm. Bu gün səni izləyən, idmanı təzə başlayan bir gənc Dadaşbəylidən nə eşitməlidir? Yəni o insanlara deyərdim ki, yəni başladığınız yolda heç vaxt geri çəkilməyin. Yəni hər bir sahə ola bilər bu idman olsun, incəsənət olsun və sair nəsə bir həyatı bir sahə olsun belə desək, yəni heç kimə dinləmə demirəm də, yəni bu sözdə o dinləməyin yox, yəni heç kimə verdiyinizsə fikirlərdən bəhrələnin, amma heç kimin fikri ilə hərəkət eləməyin belə desək, yəni öz fikrinizdən heç vaxt geri dönməyin. Yəni siz o fikrin üstünə getsəniz də bəzən olmur kimi görülsə də, amma belə deyil də, yəni zamanı gələndə sizin istəyiniz qədər, göstərdiyiniz inam qədər o fikir həmişə gəlib sizə çatacaq. Yəni başladığınız yoldan heç vaxt geri çəkilməyin. Ürəyinizdə tutduğunuz arzudan heç vaxt geri addım atmayın. Yəni mütləq ki, gedib o yerə çatasınız. Yəni mən həmişə bunu gənclərimizə tövsiyə demişəm də, məndən soruşsalar belə bunu deyərəm. Gənclərimizi pis yoldan çəkindirmək üçün nə məsləhətiniz var? Bir idmançı kimi onlara nə məsləhət görürsünüz? İdmançılar bəzən deyir ki, sağlam yaşayın, idmanda qalın. Bəli, bu çox ən gözəl, ən vacib amildir, amma
başqa bir sahədə də yenə sağlam qala bilərlər, yəni öz idmanlarını da eləyə bilərlər. Yəni pis vərdişlər onlara həyatda heç bir şey əldə elətdirməyəcək. Yəni bizlərə baxsınlar, məsələn, sağlam idmançılarımıza, sağlam həyat yaşayan insanlara baxsınlar ki, yəni hansı cür yaşayır da belə desək. Yəni seçimlərini inşallah ki, doğru eləyərlər. İnşallah ki, sağlam düşüncədən də ayrılmazlar ki, pis vərdişlərə meyl etsinlər. Necə deyək, indi qoyum bir dənə o cümləyi düzəldim ki, necə olur idmançı? Təcrübəsiz biraz yaxşı olmaz. Necə o təcrübəsiz başqa yolla nə var demək?